Salam dostlar, xoş gördük hər birinizi yenidən. Necəsiz? İnşallah ki, yaxşısınız. Mən də şükür Allaha yaxşıyam. Və yeni güllərim var. Sizə demişdim ki, yeni güllərim gələcək və onları sizlə bölüşəcəm. Və onların yarısı gəlib. İstədim onları sizə göstərim və onları göstərməmişdən əvvəl, yəni burada mənə çox xanım paylaşdığım güllərdən yazır ki, satışda olan və yaxud varsa istəyənlər olur. Yəni istəyən olsa mən aşağıda nömrəmi qeyd eləyəcəm və nömrəmə yazarsınız. Mən o güllərdən sizə yəni istəyən olsa tapa bilərəm. Yəni satışını edə bilərəm. Belə demək istəyirəm. Yəni çox olur istəyənlər. Ona görə istədim ki, belə bir şey də edək. Və başlayaq. Burada daha çox sukulentlərdir və kaktuslardır. Və mənim sukulent kaktus sevgimi sizlər bilirsiniz. Və ondan əvvəl sizə göstərim bu bambuklarımı. Yadınızda mən bunları kəsmişdim və suya qoymuşdum. Baxın, artıq yeni köklər var. Və suyunu dəyişmirəm bunun mən. Arada yuyuram, özünü çıxarıb. Suyu dəyişmirəm. Sadəcə olaraq suyu azalanda su əlavə edirəm. Başlayaq güllərimə. Bu inci çiçəyidir və üstündə çiçəyi də var. Mən bunu götürəndə çiçəyi yox idi. Amma dünən gələndə görürəm ki, artıq çiçəyi var. O qədər də gözəl ətri var ki bunun. Və mən bunun baxımını bilmirəm. Yəqin ki, öyrənərəm necə baxım olunmalıdır. Evdə olur, çöldə olur. Belə məlumatım yoxdur. Və keçək buradan başlayaq. Bir-bir göstərim sizə nələr almışam. Bu arada videomu bəyənməyi, kanalıma abunə olmağı, istəsəz öz WhatsApp durumlarınızda paylaşmağı da unutmayın ki, kanalımızın abunə sayı da çox olsun, baxışı da çox olsun və mən də yeni videolar çəkim. Başlayaq bunlardan. Bu telegraf çiçəyi. Mən bunu çox bəyənirəm, amma bunu deyirlər ki, bu olan evdə dava-dalaş olur, nə bilim, belə bir şeylər deyirlər. Yəni biz belə şeylərə inanmırıq. Ona görə bu güldən sifariş etdim. Çox bəyənirəm. Bunun başqa bir rəngi də var. Mən də göstərmişəm onu sizə. Beləsi yox idi. Baxın, çox qəşəng bir rəngi var. Və onun yanında belə bir rəngində sifariş etdim. Yəni bunların ikisini bir qaba əkəcəm ki, gözəl, fərqli görsənsin. Sonra bu deyəsən peperomia o sortdandır, o güldəndir. Bunu da aldım. Sonra belə bir müalicəvi aloya. Məndə əvvəl vardı, sonra xarab oldu, getdi. Belə bir balacasını götürdüm ki, evdə olsun. Və çox axtardığım bir sukulentlərdən, növündən olan şirik qulağı. Mən bunu çox bəyənirəm. Bu yarpağının formasını, rəngin. Ona görə bundan götürdüm. Qabını dəyişəcəm. Qabı dəyişilməlidir, təcili. Sonra bu anenium. Bunlardan da çox xoşum gəlir. Bundan 2 dənə götürmüşəm. Yəqin ki, ikisini bir yerə əkərəm. Bunun yarpaq forması çox qəşəngdir. Belə yaxınlaşdırım. Baxın. Rənglərin ahəngi çox qəşəngdir. Belə tumurcuqları da, balaları da var yanında. Sonra burada yığmışam kaktusları, belə ayrı yığdım. Və belə bir kaktus götürdüm. Sonra belə birində var. Əslində bunlar forması eynidir, amma rəngləri başqa cür görsənir. Bilmirəm indi işıqdan olub, nədən olubsa, bunların rəngi belə olub. Ya bunlar fərqli növlərdir, mən onu bilmirəm. Baxın, üçü belə. Yəqin ki, üçün bunların bir qaba əkərəm. Sonra belə bir kaktus da götürdüm. Baxın, bundan məndə var, amma xoşuma gəlmirdi nəsə. Onun yanına əlavə edəcəm bunu da, orada bitsinlər. Sonra belə bir kaktus da götürdüm. Baxın. Və bir də kaktusların sağlam olduğun, bitdiyin hardan bilmək olur. Məsələn, belə tikanına əl vuranda tikanları yumuşaqdırsa, o kaktus
nəsə, yəni yaxşı deyil. Amma kaktuslar baxın belə əl vuranda möhkəm olursa, şax olursa, o kaktuslar qəşəng inkişaf edir. Sonra burada belə bir balaca minnoş da var. Rəngi belə rozvu kimidir. Rozvudur da, bu çəhrayı rəngdir. Hə, elə bir. Amma burada nəsə bir zədəsi var. Yəqin ki, o bağlanıb gedər. Gələndə yolda bəlkə də dəyib o birilərinə. Tikanları batıb, qopardıb, nəsə belə bir şey olub. Amma qəşəngdir, balaca bir şeydir. Sonra belə bir də kaktus var. Bundan məndə yox idi amma. Yoxdur, hə. Var çiçək açırlar məncə. Sonra belə bir kaktus da götürdüm. Bundan məndə var, amma balacadır. Bu çox böyükdür. Baxın. Tikanlar da belə şaxdır. Qəşəng bir ağ qaba əksən bunu çox qəşəng görsənəcək. Sonra keçək bu hissədə. Bu qaba yığmışam belə. Burada da sukulentlərdir. Göstərim bunları sizə. Deməli, belə bir sukulent götürdüm. Çiçəyi də artıq üstündə olur. Ondan məndə yoxdur deyəsən. Belə bir hovartiya götürdüm. Məndə 3 sort olmalıdır. Bundan məncə yoxdur. Var, biraz yarpağı başqa formada olan var. Yer olsa bunu da onların yanına yerləşdirəcəm. Sonra bunları bilmədim mən. Bu adı nədir bunların? 3 dənə götürmüşəm. Əslində 2 dənə götürmüşdüm. Yəqin xanım səhvliklə mənə 3 dənə qoydu bunlardan. 3 dənədir. Amma elə üçünü də bir qaba əksəm, orada qəşəng görsənəcək. Bu da sedum növlərindəndir. Baxın, belə bir yarpaqları belə formada olandır. Biraz bunlar torpaqlarından çıxıblar. Mən yenidən batırdım, amma qabını dəyişəcəm tez. Ona görə təzə qabda bitərlər. Sonra belə bir sedum da götürdüm. Bu da deyəsən tırtıldır adı. Belə bir adı var. Qəşəngdir. Məndə bundan vardı, xarab eləmişdim. Yenisi də oldu. Sonra belə götürdüm. Burada var. 2 dənə. Bunun adı necə deyirdik? Daş. Daş. Nəsə bilmədim adı. Yəni daş, axır nəsə daş belə bir şey idi. 2 dənə götürdüm. Məndə bunlardan vardı, bitirə bilməmişdim. İnşallah ki, bu dəfə bitərlər. Əvvəl mən sukulentləri alanda onların qulluq qaydasını bilmirdim, tələf edirdim. Amma sonra yavaş-yavaş öyrəndim. Belə bir də götürdüm. Adlarını bilmirəm vallahi. Elə hamısına sukulent, sedum belə deyirəm, gedir. Qəşəngdir. Rəngli olur belə. Qırmızıya çalır, nə bilim yaşıl. Qəşəngdir. Sonra beləsini də götürdüm. Da baxın, çox qəşəngdir. Özü də gövdəsi də yaxşıdır. Bunu mən əkəcəm qaba. Bu yarpaqlardan da yanına atacağam. Yəni bunlar yarpaqlardan da tez bitirlər. Sonra belə bir sukulent də götürdüm. Bundan deyəsən 2 dənə götürmüşəm. Sonra keçim bu hissəyə. Burada göstərim sizə nə var. Belə bir sarmaşıq götürdüm. Bunu məncə həyət üçün olandı. Amma mən evdə baxacağam. Çox bəyəndim bunu. Sonra belə bir gül də götürdüm. Bunların adlarını bilmirəm. Telefonda rəngi qəşəng düşmür. Belə realda çox qəşəng rəngi var. Sonra belə bir sukulent də götürdüm. Aha, belə. Bunlar da deyəsən eyni sukulentlərdir. Baxın. Yaxınlaşdırım. Biraz bunlar qabda qalıb. Nəsə vitaminidir, qidasıdır. Belə qutarıb deyə rəngləri özləri cılızdaşıblar. Göstərmişdim bayaq ki, anenium 2 dənə götürmüşəm. Onun biri də budur. Sonra belə birini də götürdüm. Bundan məndə bir balaca budaq olmalıdır. Amma yenə götürdüm. Sonra belə bir də baxın. Çox qəşəngdir.
yarpaqları. Sonra bu var. Bundan da məndə olub. Xarab etmişəm. Yenə götürdüm. Rəngi belə, yəni o yaşıl güllərin içində bu qoyanda belə fərqli bir görsənir. Yəni hamısı yaşıl olanda standart belə rəng formalar olur. Amma belə bir rəngli bir şeylər qoyanda tamamilə dəyişilir. Gözə xoş gəlir. Sonra belə bir sukulentlik var. Bir də beləsi, bunu da göstərmişdim sizə ki, 2 dənədir bundan. Biri də budur. Sonra bu da var. Və beləsi. Baxın, bu da fərqlidir. Bunların qabları hələ ki yaxşıdır. Bunları dəyişməyəcəm. Sonra götürdüm belə 3 dənə fiks. Yarpağı, nə deyirik buna? Varigat olan. Baxın, yarpağı varigat. Bunları mən yuvacam qəşəng yarpaqlar. Burada tam görsənir. Baxın. Biri budur, varigat olan. Sonra belə qara olan. Baxın, belə qara yarpağı olan. Bir də sadə, həmişə olan sadə fiks. Və bunları mən üçün bir qaba əkəcəm. Çünki yerim olmadığına görə, həm də məncə üçü böyük bir qabda qəşəng görsənərlər. Amma yarpaqlar da çox böyükdür, bilmirəm necə olacaq. Baxaram yenə, amma onların ikisinin təcili qabı dəyişilməlidir. Çünki klok kimi qaba qoyublar. Orada da məncə kök dirənər. Hətta buradan kökləri də çıxıb. İnşallah bu qədər çəkdiyim, sifariş etdiyim güllər gəldi. Başqa bir sifarişim də var. Aglaonema, dollar gülü. Ondan sonra orada nə var? Kraton var. Sonra nə var? Dollar gülü, aglaonema, kraton. Bir də bilməm, yadımdan çıxıb unutmuşam. Gəlsin inşallah onları da sizə göstərəcəm. Siz hələ ki bu güllərimə baxın, fikir bildirməyi, kanalıma abunə olmağı, bəyənməyi, kanalımı paylaşmağı da unutmayın. Və nə sualınız, nə gül sifarişiniz varsa yaza bilərsiniz mənə. Məmnuniyyətlə cavab verəcəm və videonun altında da nömrəmi qeyd edəcəm, ora yazarsınız. Hələlik sağ olun.